Bugün burada bizim bir araya gelməyimiz, birliyimizin, həmrəyliyimizin, vətənə bağlılığımızın bir tərənnümüdür, bir göstəricisidir. Bu dəyərli görüşü təşkilinə görə ilk növbədə Diasporla İşlər Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Fransadakı sədrliyinə, Fransa-Azərbaycanları Koordinasiya Şurasına və bu təşkilatçılıqda göstərdiyi dəstəyə görə Fransa-Azərbaycan Dialoq Assosiasiyasının vitse-prezidenti Aydan xanıma təşəkkür edirəm. Təşəkkür edirəm. Zəhmət olmasa oturmayın. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən əziz şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi üçün zəhmət olmasa ayaq. Birliyi və təşkilatlanması üçün çox əhəmiyyətlidir. Koordinasiya Şurası olaraq məqsədimiz həm diasporamızın təşkilatlanmasında xidmət etmək, həm də Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə daha aydın, daha təsirli şəkildə təqdim etməkdir. Hörmətli diaspor üzvlərimiz, xanımlar və cənablar, hər birinizi səfirliyin nəzdində olan mədəniyyət mərkəzində görməkdən və salamlamaqdan çox şadam. Vaqif müəllimlə iclas öncəsi ayaqüstə kiçik bir söhbət eləmək imkanımız oldu və sonuncu dəfə belə bir toplantının Parisdə nə zaman keçirildiyi sualını verdim və haradasa 4-5 il öncə, səhv xatırlamıramsa, belə bir toplantı olub. Yəni Diaspor Komitəsinin təşkilatçılığı ilə Fransadakı aktiv diaspor üzvlərimizin bir araya toplandığı bir iclas. Bunun məlum səbəbləri olub təbii ki. İki ölkə arasında bilirsiniz ki, son 4-5 ildə siyasi böhran yaşanıb, münasibətlərdə əvvəllər heç zaman görünməyən bir geriləmə baş vermişdi. Və son illərdə xüsusilə biz bu böhranın aradan qaldırılması istiqamətində kiçik bir hərəkətlər görməkdəyik ki, bu hərəkətlər son zamanlar xüsusilə də hiss olunacaq şəkildədir. Bu münasibətlərin normallaşmasına aparan bir yoldur. Ümumiyyətlə iki dövlət arasında bu normal bir hal kimi sayıla bilər ki, bəzən zaman-zaman bəzi böhranlar, bəzi problemlər yaşana bilər. Və bizim hazırda yaşadığımız mərhələ də təəssüf ki, həmin o böhranlardan keçən bir mərhələyə təsadüf edir. Belə bir müddətdə əslində diaspora üzvlərinin üzərinə çox böyük bir məsuliyyət və çox böyük bir iş düşür. Çünki təsəvvür edirsiniz ki, özünüz təmsil edirsiniz. Yəni kökləriniz bir ölkəyə bağlıdır. Hazırda tamamilə fərqli bir ölkədə yaşayırsınız. Onun qayda qanununa tabesiniz, əməl edirsiniz və ikisi arasında olan münasibətlərdən
Siz hardasa həm mənəvi problemlərlə üzləşib, mənəvi fikirlər, əzablar, əziyyətlər çəkdiyiniz bir halda, amma eyni zamanda fiziki də bəzən problemlərlə üzləşmiş olursunuz. Çünki böhran o səviyyəyə çata bilir ki, hətta cəmiyyətdə belə sizin hansı ölkənin təmsilçisisiniz, Azərbaycanlısınız deyəndə artıq fərqli bir reaksiya və fərqli bir yanaşma nümayiş oluna bilər ki, Fransaya da bu çox xasdır. Bilirsiniz ki, Fransada erməni icmasının çox güclü olması uzun illər ərzində biz bundan əziyyət çəkmişik ki, bu hələ də davam etməkdədir. Çünki burada olan diaspora kifayət qədər aqressivdir və hətta hazırda Azərbaycanla Ermənistan arasında olan normallaşma və sülh prosesindən də belə razı deyirlər. Onlar daha da aqressiv olublar ki, iki ölkə regionda problemlərini həll etməyə çalışırlar, sülh yaratmağa çalışırlar. Və belə olan halda yenə qayıdıram əsas fikrə ki, sizlərin üzərinə çox böyük bir məsuliyyət düşür. Məsuliyyət deyərkən, yəni sadəcə Azərbaycanla bağlı məlumatlandırma təbii ki, bu ilk növbədə hər bir Azərbaycanlının missiyasıdır. Çünki olduğumuz ölkədə Azərbaycanı tanımırlar. Bu bir faktdır. Tanıyanlar da onu pis tərəfdən və erməni narrativləri üzərində tanıyırlar. Dediklərim heç bir yenilik deyil sizin üçün, amma sadəcə ümumi fikir olaraq istəyirəm danışıqlarımızın əsas hissəsində, təbii ki, müzakirələr hissəsində də ona yönəldək ki, bu bildiyimiz reallıqları nəzərə alaraq indiki şəraitdə biz hansı işləri görə bilərik, əl-ələ verib hansı gündəlik üzrə irəliləyə bilərik ki, belə bir çətin vəziyyətdə həm Azərbaycanı tanıtmalıyıq, Azərbaycan həqiqətlərini yaymalıyıq və bunun da bir neçə istiqaməti var və son illərdə səfirlik olaraq bizim əsas diqqət yetirdiyimiz istiqamətlərdən biri mədəniyyətin təşviqi sayəsində olur. Mədəniyyət, incəsənət, musiqi, mətbəx, ədəbiyyat, şeirlər və digər kitablar, nəşrlərin yayılması vasitəsilə Azərbaycanı tanıtmaq. Bunun ikinci hissəsi isə diqqətimizin əsas yönəldiyi təhsil istiqamətidir ki, bilirsiniz ki, təhsil sayəsində də kifayət qədər Azərbaycanlılarımız bugün Fransada təhsil alırlar. Rəqəm desəniz 1100-dən artıq hal-hazırda fiziki olaraq Fransa ərazisində Azərbaycanlı tələbə təhsil alır. Bu az rəqəm deyil Azərbaycan kimi bir ölkə üçün, yəni 10 milyondan bir qədər çox əhalisi olan bir ölkə üçün. Və Fransa ilə münasibətlərimizin də əslində bir tarixlandırma işlərini görürsünüz. Çox haqlı verilən bir sualdır. Səfirlik Azərbaycanın rəsmi təmsilçisidir. Bizim əlimizin çatdığı və əlimizin çatmadığı sahələr var. Bu da çox normaldır. Səfirliyin təmsilçisini adətən dinləyəndə artıq öncədən normal bir fransız eşidəndə ki, bu Azərbaycan diplomatı danışır. Artıq beynində fikir var ki, Azərbaycan diplomatı Azərbaycan hökumətini təmsil edir. Demək məlumdur, onun işi ancaq propagandadır. Hardasa artıq bu insanlar bizim dediklərimizə qarşı bir stereotip yanaşma göstərirlər. Və özlərində buna inanınmı, inanmayınmı şübhəsi ilə bizimlə söhbətə başlayırlar. Söhbətin ortasında və sonunda onların fikirlərini dəyişmək bu bizim borcumuzdur. Bizim profesional yanaşmamızdır ki, həmin o Azərbaycanla bağlı artıq tərəddüdlə bizi dinləyən bir fransız söhbətinin sonunda mən ona inandıra bildimmi ki, mənim dediklərim sadəcə adi bir propaganda deyil. Mən tarixdən, ədəbiyyatdan, mədəniyyətdən, sivilizasiyalar arası diyaloqdan, Azərbaycanın bu gün bölgədə və dünya səviyyəsində verdiyi töhfələrdən danışıram. Bu məsələnin bir tərəfidir. Ancaq məsələnin ikinci tərəfi isə sizlərdən biriniz hər bir Azərbaycan diplomatından inanın qat-qat daha üstün, daha effektiv şəkildə Azərbaycanı təşviq edə bilərsiniz. Çünki siz Fransada yaşayan hökumətə, dövlətə belə bir bağlılığı olmayan, əslində fransız dövlətinin vergi vericisi olan birisisiniz və Azərbaycanla bağlı dediyiniz hər bir söz onlarda müəyyən bir maraq və simpatiya doğura bilər. Artıq hökumət dövlət qulluqçusudur deyib 50% sənin dediklərinin üstündən xətt çəkmə yanaşmasıyla başlamırlar. Sən ədəbiyyat sahəsində çalışırsansa, ədəbiyyatdan, Nizamidən, Füzulidən, Axundzadədən və digərlərdən, Azərbaycan dahilərindən danışmağa başlayacaqsınız. Tarix sahəsi isə tariximizdən məlumat verəcəksiniz. Mətbəx sahəsi isə Azərbaycan mətbəxini təşviq edəcəksiniz. Bizim bugün Azərbaycanlılar arasında Bahar adlı bir şefimiz var da, belə deyim. O, Boküs Universitetini bitirən yeganə Azərbaycanlıdır ki, ən yüksək səviyyədə məhz yəni şeflik, mətbəxdə şeflik adına qazanıb və bugün onun uğurlarını biz izləyirik, yarışlarda gedir, Azərbaycan bayrağını qaldırır. Bu ən gözəl Azərbaycan səfirinin funksiyalarını yerinə yetirmə deməkdir o sahədə.
Və yaxud da ki, bizim tələbəmiz var, Sarə xanım görürəm tərcüməçiliklə məşğuldur, Nizaminin xəmsəsini tərcümə edir fransız dilinə. Onun elədiyi ən gözəl iş Azərbaycanı tanıtmaq, məhz fransızlara Nizami xəmsəsini fransız dilində çatdırmaqdır. Və yaxud da ki, bizim Əsmər xanımımız yüksək səviyyədə keçirilən beynəlxalq müsabiqələrdə rəsm əsərləri ilə Azərbaycan incəsənətini, Azərbaycan rəsm məktəbini təbliğ edir. Adilə xanım, üzürlü sayın sizdən başlamadım. Bizim Adilə xanımımız, bizim dahi musiqiçimiz həm fransız, həm Azərbaycanlıdır. Yəni, bugünə kimi ifa elədiyi yüzlərlə bəlkə konsertdə, kitabından zaten bugün danışacağıq. Yəni, Azərbaycan musiqisini təşviq eləməklə bir fransıza ən gözəl şəkildə Azərbaycanla bağlı məlumatı verir. Yəni, heç bir iş görmürsünüz, oxumursunuz, evdə oturmursunuz, gəlin belə yanaşaq. Bugün sizin işiniz evdə oturub bir xanım olaraq uşaqları tərbiyə eləməkdir və yaxud da ki, müvəqqəti olaraq bir bəy olaraq müəyyən səbəbdən heç bir işlə məşğul olmursunuz. Azərbaycanı necə təbliğ eləyərəm deyə, necə mən töhfə verərəm deyə sual verirsəniz, yəni bəlkə də elə bir mərhələdə yaşayırıq ki, sosial şəbəkələr bundan gözəl sizin özünüzü izah edib ictimaiyyətə mesaj verə biləcəyiniz belə bir inkişaf mərhələsi ola bilməzdi. Hazırda o mərhələdəyik. Əlinizin altında onlarla sosial şəbəkələr var. Heç nə eləmirsiniz, evdə oturmuşsunuz. Ən azından gözəl fikirlərinizi sosial şəbəkələrdən, Instagramdan, Telegram. Bu təkcə Azərbaycan diasporasına xas bir şey deyil. Dünyanın hər bir yerində təəssüf ki, diasporalar müxtəlif təşkilatlanma ola bilər. Təşkilatların müxtəlif məqsədləri ola bilər. İnsanıq da hamımız, hər kəsin fərqli maraqları ola bilər, amma təşkilatlarımız fəaliyyət göstərir. Aytən xanımın adı çəkildi, Azərbaycan-Fransa dialoqu. Günel xanım, Günel xanımın bir neçə papağı var deyirlər və həm alim assosiasiya tələbələrimiz yığır, həm koordinasiya şurasının nümayəndəsidir. Bizim fransız dostları, Amil Azərbaycan deyilən bir təşkilatlanmamız var burada. Bizim adını indi xatırlamadığım 4-5 Qarabağ məktəbinin nümayəndəsi buradadır. Görürəm, Natavan məktəbində yeri gəlmişkən Aytən xanım başqa şafolsu hesabına ulduz nəticələrini görəcəkdir. Bir olmaq, bilirsiniz, sadəcə ildə bir dəfə həmrəylik konsertində bir araya gəlmək və yaxud da ki, sağ olsun bizim diaspor nümayəndələrimiz bizi toplantılara, iclaslara yığanda olmaq deyil. Mən həmin vaxt burada olmamışam, amma söhbətlərindən bilirəm ki, 20-ci il müharibəsi başlayanda onun bir evidir. Özünüzü elə hiss edin. Həmişə bu evdə gözəl münasibətlər, necə deyirlər, ətrafında yığışaq. Zaten bilirsiniz, ildə bir neçə dəfə tədbirlərimiz olur, amma bu il biraz bu dəfəki tədbir fərqlidir, çünki təkcə Paris yox, Fransanın müxtəlif bölgələrindən biz Azərbaycanlıları diaspora komitəmiz yığıb, sağ olsun. Bu fürsətdən istifadə edərək hər birinizi salamlayıram, sizləri görməyə çox şadam. Bir daha təşkilatçılara, diaspora komitəsinə, Fuad mənim başda olmaqla, Vaqif mənim sizlərə təşəkkür edirəm və yaşasın Azərbaycan deyirəm. Sağ olun.